Qarabağ Universiteti İncəsənət Fakültəsi yaradıcı, peşəkar, eyni zamanda müasir təhsilə əsaslanan bir fakültədir. Burada təkcə peşəkar musiqiçi və yaxud da ki, dizayner yetişmir. Burada düşünən, yaradıcı, milli dəyərlərinə sadiq qalan, eyni zamanda beynəlxalq mühitdə rəqabətə hazır olan mütəxəssislər formalaşdırılır. 2026-27-ci tədris ilində Qarabağ Universitetinin İncəsənət Fakültəsində 9 ixtisas üzrə qəbul aparılması planlaşdırılır. Bu ixtisaslar sırasında instrumental ifaçılıq, musiqi müəllimliyi, vokal sənəti, musiqişünaslıq, bəstəkarlıq, dirijorluq, dizayn, dekorativ tətbiqi sənət, rəngkarlıq yer almaqdadır. Qarabağ Universiteti İncəsənət Fakültəsinin bir sıra üstünlükləri vardır. Bizim fakültədə xalq artistləri, əməkdar artistlər, yüksək ixtisaslı müəllimlər, eyni zamanda xaricdən dəvət olunmuş müəllimlər də yer almaqdadır. Əlbəttə ki, bu da tələbələrin inkişafına birbaşa təsir edən amillərdən biridir. Bizim fakültədə fərdi fənlər həftədə 2 dəfə olmaqla 90 dəqiqə ərzində tədris olunur. Əlbəttə ki, bu da tələbənin müəllim ilə birlikdə daha çox vaxt keçirməyinə və daha çox məşğul olmağına şərait yaradır. Eyni zamanda nəzəri dərslərimiz də Qərb universitetlərinin, xüsusilə Amerikanın qabaqcıl universitetlərində tədris olunan proqramlar əsasında tədris olunur. Tələbələrimiz yalnız auditoriyada deyil, eyni zamanda səhnədə də inkişaf edirlər. Bunun əyani sübutu kimi tələbələrimizin xalq çalğı alətləri orkestri, kamera orkestri, eləcə də xor kollektivlərində iştirak etməsidir. Tələbələrimiz ixtisaslarla yanaşı, eyni zamanda kollektivlə işləmə bacarığında formalaşdırırlar. Dekorativ tətbiqi sənət, dizayn ixtisasında təhsil alan tələbələr isə artıq birinci tədris ilindən etibarən öz portfolyoları üzərində çalışırlar və məzun olduqları halda artıq onların hazır portfolyoları mövcud olacaqdır. İncəsənət Fakültəsinə tədris ili ərzində müxtəlif seminarlar təşkil olunur və bu seminarların qonaqları ölkənin öndə gedən mütəxəssisləridir. Bu mütəxəssislər tələbələrlə fikir mübadiləsi aparır. Eyni zamanda burada bizdə fakültədə ustad dərsləri təşkil olunur. Əlbəttə ki, bu da birbaşa tələbələrin inkişafına və özlərini yeni prizmadan kəşf etmələrinə şərait yaradır. Dekorativ tətbiqi sənət, dizayn ixtisaslarında təhsil alan tələbələrimiz də təkcə auditoriyada tədris almırlar. Onlar açıq havada, eyni zamanda müxtəlif sərgilərdə iştirak edirlər və birbaşa təcrübə toplamış olurlar. Qarabağ Universiteti İncəsənət Fakültəsi fəaliyyəti ərzində artıq bir sıra nailiyyətlər əldə edib. 2025-ci ildə, eləcə də 2026-cı ildə Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab olunan Xarı Bülbül Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə iştirak edib və sevindirici haldır ki, 2026-cı ildə təşkil olunmuş Beynəlxalq Xarı Bülbül Festivalı çərçivəsində dizayner tələbələrimizin sərgisi də təşkil olunmuşdur. Bildiyiniz kimi, İncəsənət Fakültəsinin müəllimləri Kadenza orkestrində fəaliyyət göstərir və bizim tələbələrimiz müxtəlif zamanlarda Kadenza orkestrinin tərkibində çıxış ediblər. Əlbəttə ki, bu da tələbələrdə böyük, belə deyək, maraq, böyük həvəs yaradır və hər bir tələbə istəyər ki, Kadenza orkestri kimi peşəkar orkestrinin tərkibində çıxış etsin. Qarabağ Universitetinin İncəsənət Fakültəsi ənənə ilə müasirliyin, eyni zamanda yaradıcılıq ilə peşəkarlığın birləşdiyi bir mühitdir. Burada tələbələr təkcə öz ixtisaslarına yiyələnmirlər. Eyni zamanda tələbələr, belə deyək, öz potensiallarını yenidən kəşf etmiş olurlar və tələbələrimiz qlobal arenada baş verən yeniliklərdən birbaşa xəbərdar olurlar. Məhz ona görə, əziz abituriyentlər, Qarabağ Universitetinin İncəsənət Fakültəsini seçməyə sizi dəvət edirik və biz sizə əmin edə bilərik ki, bu yolda sizin böyük dəstəkçiniz olacaq.